Şahlar Ramazanov Sədroğlu. Deməli, bugün biz burada toplaşmamızda məqsəd odur ki, Rikon MMC şirkətinin rəhbəri və onun çalışdığı şirkətin əmək haqlarımızı vermədiyinə görə artıq bugündən bir araya gəlmişik. Nəinki burada yığılan yoldaşlar, 2, 3, 5 qat artıq da insanlar var ki, müəyyən işlərlə əlaqədar bugünkü tədbirimizə qoşula bilmədikləri üçün yığılmışıq bura. Eyni zamanda biz bununla bağlı dövlət qurumlarına, aidiyyatı qurumlara informasiyalar göndərmişik. Hal-hazırda baxılı qurumlar da var, baxılmayan qurumlar da var ki, aidiyyatı qurumlar da, məhkəmələr, onlar da tapıb bizə çıxarda bilmir. Amma indi aldığımız məlumata görə şirkət sahibi Rəşad İsmailov hal-hazırda ölkədən çıxıb, qaçıb. Yəni bu adamlar dələduzdur, bu adamlar işçilərin əmək haqlarını vermirlər. Bundan da əlavə dövlətə verdikləri vergini bizim adımızdan tutulur, ancaq dövlət hesabına köçürülmür. Bununla bağlı bura yığılan bütün yoldaşlar, hər biri ailədir, hər biri işləyib, aylarla işlədiyi pulu bu günlərin ala bilmirlər. Mən də buradan xahiş edirəm ki, yenə də bir təri olaraq dövlət qurumlarına, dövlət təhlükəsizlik xidmətinə, baş prokurorluğa, mediasiya şirkətinə, dövlət əmək müfəttişliyinə və prezident aparatına ki, bu məsələ gedib çıxıb, amma heç bir həllini tapmayıb. Xahiş edirəm, aidiyyatı qurumlardan bu məsələyə bir əncam qılsın və sakinlər əmək haqlarını alsınlar və bu 2 nəfər dələduz üzrə çıxsın görək, bu cəmaatın haqqını niyə vermirlər? Mən Eyvazlı İlkin Altayoğlu, Vətən Müharibəsi iştirakçısıyam. Cənab Prezident tərəfindən 4 medalla təsdiq olunmuşam. Fevral ayından Rikonda işləyirəm. Fevral ayından günü bu günə kimi hələ 1 manat maaş köçmür mənə, bütün bu əməkdaşlara, bütün dövlət qurumlarına şikayət eləmişik. Cənab Prezidentin köməkçisi Kərəm Həsənoğlu şəxsən qəbulunda olmuşam, Natiq Əmiroğlu şəxsən qəbulunda olmuşam. Hələm heç bir qurum bu məsələyə bir reaksiya verməyibdir. Yəni, direktor da, təsisçi də deyir ki, ödəniləcək, müəyyən məbləğlər gəlsin. Yəni, xəbərimiz var, ofisi satıblar, texnikaları satıblar. Həmin o bizə söz verdiyi məbləğlər də gəlib onlara. Amma ki, heç bir ödəniş yoxdur, heç bir tərpəniş yoxdur bunlarda. Yəni, bu durum bizi maddi cəhətdən və mənəvi cəhətdən çox sıxıntıya salıb. Yəni, elə bir hala gəlib ki, yəni, mən şəxsən özüm övladlarımı məktəbə göndərməyə, yəni maddi cəhətdən sıxıntı çəkirəm. Bir həftədə göndərə bilmirəm. Xahiş edirəm dövlət qurumlarından bu ilə bağlı